Xoş gördük əziz dinləyicilər. Deməli İran ətrafında o gərgin sülh sazişləri davam edir. Necə ki bilirsiniz, bir həftədən çoxdur ki, həm Amerika, həm də İran tərəfi bir-birlərinə atəşə tuturlar və Amerikada Tomahawk raketlərindən istifadə edərək yenidən o Bəndər-Abbas və İranın ən vacib olan ərazilərinə zərbə endirir, eynən İsraillə bərabər və bu günlərdə yenidən piyasaya çıxan, belə deyə, həm də Pakistan Baş naziri Şahbaz Şərifin də bildirdiyinə görə 24 saat ərzində Amerika və İran arasında sülh sazişi bağlana bilər. Yəni bu paraflana bilər. Deməli bundan sonra biz İranda nəyin şahidi oluruq? Həm də İranın Mehr agentliyi də belə bir məsələni ortaya çıxartdı, yaydı ki, biz belə bir sülh sazişi ilə razılaşırıq. O sülh sazişi də Amerika deməli qəbul etmədi. Aydın oldu ki, xalqa da, İran xalqına da tamamilə ayrı bir paragraflarla təsdiqlənmiş, əlbəttə xalqı sakitləşdirmək üçün nəzərdə tutulan bir sülh sazişi sənədi ortaya qoydu. Onunla da razılaşmadılar ki, bu eyni deyil, bizim razılaşdırdığımız bu deyil. Amma bütün bunlarla bərabər bu günlərdə İranda yenidən etiraz aksiyaları Tehranı və böyük şəhərləri öz ağuşuna alıb. Məsələ ondan ibarətdir ki, burada artıq şərəfsiz Arakçidən söhbət gedir. Şərəfsiz Arakçi, sən bizi Amerikaya satırsan və yaxud da Qalibaf və Arakçi əleyhinə etirazlar ortaya çıxdı. Bu etirazlar da bizə bunu deməyə əsas verir ki, ölkədə, içəridə çox dəhşətli bir gərginlik var. O deməli radikallarla, siz hamınız bilirsiniz ki, bugün İranda istər Arakçi çox güclü bir siyasətçidir. Arakçilik olsaydı heç bu müharibə baş verməzdi. Pezeşkanlıq olsaydı heç bu müharibə baş verməzdi. Bu müharibənin baş verməsinin səbəbkarları əlbəttə ki, ölən adamlardır və bir də Sepahdır. Elə Sepahın da rəhbərləri ki, o adamlar ölənlərdir. Bunlar radikal yol tuturlar. Bu günləri etiraz eləyənlər də məhz bu formada Amerikadan qisas almağa, necə qisas alacaqlar onun yollarını demirlər. Qisas almaqdan söhbət gedir, sülh sazişindən getmək olmaz. Arakçi bizi satır, Qalibaf bizi satır və bu mənada artıq yenidən etirazlar Amerikanı bürüyüb, amma daha doğrusu İranı bürüyüb, amma İran hökuməti də elə Sepah da başda olmaqla yaxşı başa düşür ki, bu günləri vəziyyət olduqca ağırdır. Amma bununla yanaşı həm də bu günahı kiminsə boynuna atmaq lazımdır. Bugün Arakçinin yolu bağlanıb, Qalibafın yolu bağlanıb, evlərinə gedən yollar, böyük bir etiraz var. Demək ki, daxildə Amerika daxilə girməmiş, hər hansı bir separatçılıq törətməmiş, artıq tərəflərin biz böyük surətdə bir-birlə üzbəyüz qaldığını görürük. İstər islahçılar qanad olsun, istərsə də əlbəttə ki, bu radikal qanad olsun ki, artıq bunlar başlayıblar bir-birlərini qırmağa. Mən düşünürəm ki, bu birbaşa Sepahın ortaya atdığı məsələdir. Sepah öz xalqına bildirmək istəyir, öz məsuliyyətdən yayınmaq istəyir. Güya biz qəşəng mübarizə aparırdıq, amma görürsünüz bu Arakçi satır. Siz bilirsiniz ki, bugün İranın prezidenti də, onun xarici işlər nazirində heç bir səlahiyyəti yoxdur, amma bütün bu, belə deyək, bu zibili törətmiş, İran xalqını qırmış, İran xalqının bütün varını yoxundan çıxartmış, ən vacib olan yerlərini məhv etdirmiş Sepah bugün müharibəni davam etdirə bilmir və bu müharibənin bu formatda onun məhvini apardığını bilir və sülh sazişinə də razılaşır, amma bu sülh sazişinin baş verməsini isə atır hökumətin boynuna. Arakçi kimilərin, Qalibafların boynuna. Mən düşünürəm ki, hələ ki bu sülh sazişinə getmək çətin olacaq. Bunlar ortaya atılsa da hələ bunun arxasına getmək çətindir. Amma əgər bu baş verərsə də bunun üçün artıq qurbanlıqlar bəllidir. Qurbanlıqlar kimdir? Əlbəttə Arakçidir qurban, Qalibafdır qurban. Lazım gələndə bu sülh sazişinə Sepah gedəcək. Amma elə Arakçiyə də qol çəkdirəcəklər, Qalibafa da qol çəkdirəcəklər, amma ondan sonra da onları da dar ağacına qaldırıb, asıb öldürəcəklər. Bu da olacaq İranın dırnaqarası Sepahın qalibiyyəti və mücadilənin sonu. Təşəkkür ederim.